Avtomobili yoxlamaq üçün xüsusi komandamız var, ustalarımız var. Lidi, tuning olunub, spoileri. Deməli, müəyyən xidmət haqqı əsasında gedirik avtomobilləri yoxlayırıq. Əgər avtomobili almaq qərarına gəlsəniz, şirkətimizə xidmət haqqı ödəyirsiniz. Yenə hər hansı bir əlavə suallarınız varsa, əlaqə saxlayın, qiymətlərini mən sizə göstərim. Deməli, Li One təqribən 20.000 dollardır. Burada Li 8, L8 30.000 dollardan aşağıdır. Düşünürəm qiymət çox yaxşıdır. Sadəcə 47.000 kilometr yürüyüşü var. 2023-cü ilin istehsalıdır. Burada Li 6'dır bu. Li 6 ilə Li 8'in qiyməti aşağı yuxarı eynidir. Çox güman ki, bu avtomobilin bəlkə də qəzası var ya da ki, istehsal tarixi biraz daha tezdir. Buyurun, əlaqə saxlayın.